Salam əziz müəllimlər və abituriyentlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün Güvən Nəşriyyat tərəfindən növbəti blok sınaq imtahanı keçirilmişdir və mən bugün sizə bu sınaqda coğrafiya fənnindən istifadə olmuş sualların izahını verəcəm. İlk olaraq birinci sualla başlayaq. Birinci sualda qeyd olunur ki, Kiçik Qafqaz təbii vilayəti üçün doğru olmayan fikirləri müəyyən edin. Birinci bənddə qeyd olunur ki, vulkanogen çökmə suxurları geniş yayılmışdır. Bəli, Kiçik Qafqaz təbii vilayətində vulkanogen çökmə suxurları geniş yayılmışdır. İfadə doğrudur. Yağıntıların orta illik miqdarı 400-1000 mm arasındadır. Bu ifadə də doğrudur. Kiçik Qafqazda yüksək dalığa doğru qalxdığımız zaman yağıntılar 1000 mm-ə qədər artır. Bunu hər zaman biz vurğuluyuruq. 5 fiziki coğrafi rayona bölünür ifadəsi yanlışdır. Çünki Kiçik Qafqaz təbii vilayəti 4 fiziki coğrafi rayona bölünür. Gəlin xatırlayaq, Gəncə, Qarabağ dağları, vulkanik yayla və Həkəri fiziki coğrafi rayonu. Bütün fəsillərdə bol yağıntılı, soyuq iqlim yarım tipinə rast gəlinir ifadəsi yanlışdır. Ona görə ki, Kiçik Qafqaz təbii vilayətində bütün fəsillərdə bol yağıntılı, soyuq iqlim yarım tipi mövcud deyil. Bu iqlim yarım tipinə biz Böyük Qafqaz vilayətində rast gəlirik. Dağ-çöl, dağ-meşə, dağ-çəmən landşaftlarını görsək də nival landşaft Kiçik Qafqaz təbii vilayətində yoxdur. Bu da yanlış ifadədir. Biz bilirik ki, Kiçik Qafqaz təbii vilayətində yüksək dağlıqda subnivalla landşaft bitir. Dağ-tundra iqlimi isə yayılmışdır. Burada doğru olmayan fikirləri istədiyi üçün bizim doğru cavabımız 3, 4, 5 Y variantı olacaqdır. Növbəti sualı keçdirək. Eylerven diaqramına əsasən uyğunluğu müəyyən edin deyir. Bu tip Eylerven diaqramlarını həll etmək üçün biz ümumiyyətcə ilk olaraq oxşar fikirlərdən başlamalıyıq ki, bu sualı rahat işləyə bilək. Baxdığımız zaman söhbətin iqtisadi rayonlardan getdiyini görə bilərik. Deməli, baxaq, seçəcəyimiz iqtisadi rayonlar üçün oxşar fikirlər A bəndində, B bəndində və D bəndində qeyd olunanlardır. Deməli, biz elə iqtisadi rayonlar seçməliyik ki, məhz deməli 5 inzibati rayondan təşkil olunsun, ərazisində yarım səhra və quru çöl iqlimi yayılsın və çayları Xəzər dənizi hövzəsinə aid olsun. Deməli, əziz yoldaşlar, burada söhbət Gəncə Daşkəsəndən gedə bilməz. Çünki Gəncə Daşkəsən deməli iqtisadi rayonu Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarından ibarətdir. Yəni 4 rayondan ibarətdir, 5 rayondan ibarət deyil. Şərqi-Zaqataladan da söhbət gedə bilməz. Çünki Şərqi-Zaqatala iqtisadi rayonu 6 inzibati rayondan ibarətdir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ inzibati rayonlarından. Burada söhbət Milmuğandan da gedə bilməz. Çünki Milmuğan iqtisadi rayonu 4 inzibati rayondan ibarətdir. Belə ki, Sabirabad, Saatlı, İmişli və Beyləqan inzibati rayonlarından. Söhbət burada Quba Xaçmazdan və Qazaq Tovuzdan gelir. Yəni biz bunları seçəcəyik. Amma hansına uyğun gəlir? Gəlin baxaq. Demək, birinci seçəcəyimiz iqtisadi rayon yalnız bir xarici ölkə ilə həmsərhəd olmalıdır. Quba Xaçmaz bir ölkə ilə sərhəddir. O da Rusiyanın, ona görə uyğun gəlir. Qazaq Tovuz niyə uyğun gəlmədi? Çünki Qazaq Tovuzun 2 ölkəyə qonşuluq mövqeyi var. Həm Ermənistan, həm də Gürcüstan. Ona görə biz birə deməli Qazaq Tovuzu deyil də Quba Xaçmazı seçdik. Əhalisi əsasən yekçilikdir və Qazaq Tovuz sadəcə böyük bir hissəsi, əhalinin 90%-dən çoxu Azərbaycanlılardan təşkil olunub. Ona görə də biz deyəcəyik ki, 2-yə uyğun gələcək 5. 1-ə 3, 2-yə 5. Doğru cavabımız Y variantıdır. Növbəti sualımız, verilmiş iqlim diaqramının hansı iqlim yarım tipinə və məntəqəyə aid olduğunu müəyyən edin. Baxdığımız zaman burada biz mənfi temperaturun olduğunu görürük. Qış aylarında temperatur mənfi düşür və temperatur təxminən 14 dərəcəyə qədər yay aylarında artır. Yağıntılı olduğu aylara baxanda yaz və payız aylarında yağıntı daha çoxdur, qış ayları quraqdır. Deməli, bu qışı quraq keçəndir. Qışı quraq keçən soyuq və qışı quraq keçən mülayim isti arasında qalmış ola bilərsiniz. Amma bilin ki, qışı quraq keçən mülayim istidə temperaturu mənfi qeyd etmirik. Ona görə də burada doğru cavabımız qışı quraq keçən soyuq olacaqdır. Baxın ki, 2 variantda qışı quraq keçən soyuq var. Həm A-da, həm Y-də. Nəzərə alın ki, Zaqatala rayonunda qışı quraq keçən soyuq yoxdur. Ona görə doğru cavabımız A variantı, qışı quraq keçən soyuq, isti su Kəlbəzər rayonu ərazisində. Deməli, bir daha qeyd edirəm, qışı quraq keçən
soyuq və qışı quraq keçən mülayim isti yağıntıları yaz və payız aylarında alır. Burada baktığımız zaman yaz ve payız aylarında daha çok yağıntı düştüğünü gördük. Kış aylarının kurak olduğunu gördük. Ve nəzərə aldıq ki, hem de burada temperatur mənfidir. Ona göre qışı quraq keçən mülayim istini seçmədik. Qışı quraq keçən soyuğu seçdik. Ona göre doğru cevabımız A variantıdır dedik. Növbəti sualımıza nəzər yetirək. Qaragül qoyunçuluğunun inkişafına göre fərqlənən ölkələr. Qaragül qoyunçuluğuna göre əsasən biz Asiya ölkələrinin fərqləndiyini görürük və xüsusilə də bu sahədə fərqlənən ölkələr Özbekistan, Türkmenistan və Əfqanistan dövlətləridir. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Çaylar və onların mənsəbləri qeyd olunub. Neva çayı bilirsiniz ki, Fin körfəzinə tökülür. Bu doğru verilib. Ona göre seçirik. Irtış çayı Ob çayının qoludur və gəlib Ob çayına tökülür. Ona göre bu da doğru verilib. Niger çayı Gvineya körfəzinə tökülür. Ama burada Boğaza töküldü qeyd olunur. Ama körfəz olarak qeyd olunmalıydı. Yanlışdır. Yordan çayı gölə tökülür. Ölü dənizə. Ona göre doğru verilib. Missouri, Mississippi çayının qoludur və gəlib çaya, yani Mississippi çayına tökülür. Ama burada dəniz olarak qeyd olunur. Yanlışdır. Ural çayı da biz qeyd edəcəyik ki, gəlir Xəzər dənizinə tökülür, yəni gölə tökülür. Burada ise Boğaz qeyd olunub, yanlışdır. Doğru olan 1, 2, 4 B variantı olacaktır. Xəritə sxemdə 1, 4, 5 rəqəmlərlə göstərilən ərazilərin 2, 3, 6 rəqəmlərlə göstərilən ərazilərlə oxşar əlaməti istənilir. Əlbəttə ki, baxanda biz deyəcəyik ki, doğru cavabımız Y variantıdır. Azərbaycan özü bütövlükdə Alp Himalay geosinkronal qurşağında yerləşir. Ona görə ölkəmizin hər bir məntəqəsi seismik zona hesab olunur. Ona görə sualımızın doğru cavabı elə məhz Y variantı olacaqdır. Bu sual deməli ulduz sual olaraq bilinəcək. Yəqin ki, Güvən Nəşriyyat tərəfindən nəzərə alınacaq. Sualda problem nədir? Burada Elbrus dağları olmalı değildi. Burada olmalıydı Elbrus dağları. Çünkü Elbrus dağları Qafqaz dağlarının en ünlü zirvəsidir və biz onu nəzərə alıb variant seçmək istədikdə doğru cavabı tapa bilmirik. Amma Elbrus olarak qeyd olunsaydı, yəni İranda birisi yerləşir Elbrus dağları, hətta İranın en ünlü zirvəsi Dəmavənd zirvəsi də bu dağlarda yerləşir. O zaman doğru cevabı tapmaq mümkün olacaktır. O zaman biz 1'i, 2'ni və 5'i rahatlıkla seçə biləcəkdik. Ama burada Elbrus olarak qeyd olunduğu üçün bu sual ulduz sual olarak gələcək sizin xeyrinizə. Növbəti sualımız cədvələ əsasən uyğunluğu müəyyən edin. Burada Lənkəran və Orta Araz təbii vilayətləri verilib. İnzibati rayon mərkəzi olmayan şəhər var. Biz hər ikisində də inzibati rayon mərkəzi olmayan şəhər görə bilərik. Belə ki, Lənkəranda elə Liman şəhərini və Göytəpə şəhərlərini qeyd edə bilərik ki, o adda rayonlar deməli mövcud deyil, yoxdur. Amma onlar şəhər statusu daşıyır. Orta Arazda isə biz Naxçıvan şəhərini qeyd edə bilərik ki, ancaq şəhər statusu daşıyır. Ona görə biri doğru götürülə fikir verirsinizmi? İnzibati rayon mərkəzi olmayan şəhər olaraq hər ikisinə deməli plus qoyulub. Neft və qaz ehtiyatları yayılmışdır ifadəsi gördüyünüz kimi hər ikisində yoxdur deyə minus qoyulub. Bu da doğru ifadədir, uyğunluq var. Filiz faydalı qazıntılara rast gəlinir. Orta Arazda rast gəlinsə də Lənkəranda rast gəlinir. Bu minus olmalı idi, amma plus qoyduqları üçün burada uyğunluq yoxdur. Mülayim isti iqlim tipi yayılmışdır. Lənkəranda mülayim isti var. Bilirsiniz ki, Lənkəranda həm yay quraq keçən mülayim isti, həm də yağıntıları bərabər paylanan mülayim isti var. Amma Orta Arazda isə biz mülayim istini ümumiyyətcə görmürük. Ona görə doğrudur bu ifadə. Paleogenin vulkanik çöküntüləri hər ikisində də yayılmışdır. Bu da plus olmalıydı. Amma minus olduğu üçün uyğunluq yoxdur. Nival landşaft yayılmışdır. Nival landşaft Orta Arazda var, amma Lənkəranda yoxdur. Ona göre uyğunluq gözlənilmir. Uyğunluğun gözlənildiyi variantlar B variant 1, 2 və 4 olacaqdır. Zodyarpaqlı həmişə yaşıl meşə və kolluqlar təbii zonasına aid olmayan xüsusiyyətlərdir müəyyən edin.
Şimal Amerikan sarğı dökən sahillərində yayılmışdır. Bəli, Şimal Amerikan sarğı dökən sahillərində San Francisco, Los Angeles şəhərlərin olduğu yerlərdə biz Araq dəniz iqlim tipi və zodial bakter meşə və kolluqlar təbii zonasını görə bilərik. Bu doğru ifadədir. Materiklərin qərb hissələri üçün səciyyəvi olduğundan Asiya qitəsində rast gəlinmir ifadəsi biz deyəcəyik ki, doğru bir ifadə deyil. Daha doğrusu doğru olmayan bir ifadədir. Çünki niyə? Asiya qitəsində rast gəlinmir ifadəsi doğru deyil. Ona görə ki, biz Asiyada zodial bakter meşə və kolluqlara rast gələ bilirik. Necə rast gələ bilirik? Məsələn, Kiçik Asiya yarımadasında, Qaradəniz sahillərində, Araq dəniz sahillərində, Egey və Mərmər dəniz sahillərində, həmçinin deməli Gürcüstanda Kolxida ovalığında bu təbii zonaya rast gələ bilərik. Amma burada rast gəlinmir deyildiyinə görə yanlışdır. Qəhvəyə torpaqlar səciyyəvi olur. Doğrudur. Portaqal, naringi, limon kimi sitrus bitkiləri üzüm və zeytun becərilməsi üçün imkanları genişdir. Doğrudur. Yalnız Araq dənizi iqlim tipi zonalarında yayılmışdır ifadəsi doğru deyil. Niyə? Əziz yoldaşlar, siz bilməlisiniz ki, istisna olaraq biz Avstraliyanın cənub şərqində Melbourne şəhərinin olduğu ərazidə subtropikin bərabər rütubətli iqlim tipi daxilində zodial bakter meşə və kolluqlar təbii zonasına rast gələ bilərik. Yəni, yalnız Araq dənizi iqlim tipində yox, həm də subtropikin bərabər rütubətli iqlim tipində də məhz bu təbii zonaya rast gəlmək mümkündür. Cənub yarımkəsində ən məhsuldar və geniş taxılçılıq zonası hesab olunur ifadəsi doğru deyil. Çünki zodial bakter meşə və kolluqlar təbii zonasında əsasən deməli zeytun əkinlərinə, üzüm əkinlərinə və sitrus əkinlərinə görə, əkinçilik sahələrinə görə fərqlənir. Taxılçılığa görə əsasən çöl təbii zonası fərqlənməkdədir. Burada doğru cavabımız 2, 5, 6 D variantı olacaqdır. Növbəti sualımız sayıların mənsəbinin düzgün verildiyi sıraları müəyyən edir. Əyri say bəli, Qanıq çayına tökülür. Zəyyəm çay Qaburaya tökülmür. Zəyyəm çay Kiçik Qafqazın çaylarındandır və deyəcək ki, birbaşa Kür çayına tökülür. Biləş çay Bolqar çaya tökülmür. Bilirsiniz ki, Biləş çay Xəzər dənizindən tökülən çaylardandır. Bolqar çay isə Biləsuvar rayonunda Mahmudçala gölünə tökülür. Bəlküşat çay Köndələn çaya tökülmür. Bəlküşat çay Həkəri çayının qoludur. Digər adı da Bazar çay olaraq bilinir. Arpa çay Araza tökülür. Bəlbələ çay da birbaşa Xəzər dənizindən tökülür. Doğru cavabımız 1, 5, 6 D variantı olacaqdır. Yuxarıda verilmiş xəttin miqyası əsasən xəritədə 40 dərəcəlik cənub enliyi üzrə 7 şərq uzunluğu, bax şərq uzunluğu və 18 qərb uzunluğu arasındakı məsafənin neçə santimetr olduğunu hesablayın. 7 şərq uzunluğu və 18 qərb uzunluğu fərqli yarımkürələrdə olduğu üçün aralarındakı dərəcə fərqi, gəlin bunu mən belə çəkeyim, yazaq bura 40 dərəcə. Burada cənub enliyi deyildiyi üçün 40 dərəcə cənub enliyi yazaq. Bura olacaq 7 dərəcə şərq uzunluğu, bura olacaq 18 dərəcə qərb uzunluğu. Deməli, aralarındakı dərəcə fərqi olacaq 25 dərəcə. 20-ci nəzərə alın. Siz bilirsiniz ki, 40-cı paraleldə bizim 1 dərəcəmiz bərabərdir 85,4 kilometrə. Əziz yoldaşlar, 25 dərəcəni vuracaq 85,4-ə və söhbət gedən iki məntəqə arasındakı məsafənin deməli 2135 kilometrə bərabər olduğunu müəyyən edəcəyik. Gəlin indi düsturumuzu xatırlayaq. Miqyas kəmiyyətimiz nəyə bərabərdir? Həqiqi məsafə bölünsün xərtdəki məsafə. Bizim miqyas kəmiyyətimiz nə qədərdir? 1 santimetrə 50 kilometr. 50 bərabərdir 2135 bölü x. X də burada bərabərdir 42,7 santimetr. Doğru cavabımız A variantı olacaqdır. Çelius günburnu Mertison burnuna fərqləndirən xüsusiyyət deyən kimi təbii ki, bir məna şəkildə doğru cavabın C variantı olduğunu qeyd edə bilərik. Niyə? Çünki Çelius günburnu Avrasiyanın uzqar şimal nöqtəsidir. Taymır yarımadasında yerləşir, şimal və şərq yarımkəsində. Mertison burnu Şimal Amerikanın uzqar şimal nöqtəsidir.
Butya yarımadasında yerləşir, şimal və qərb yarımkəsində. Çelyuskini Mersona fərqləndirən Çelyuskinin şimal və şərq yarımkəsində yerləşməsi fikridir. İsti okean cərəyanlarından deyil, əlbəttə ki, Bengel Afrikanın cənub-qərbində görəcəyimiz bir soyuq cərəyandır. Hətta Namib səhrasının formalaşmasında təsiri var. Eyni zamanda qeyd edirik ki, bu cərəyan qərb küləkləri soyuq okean cərəyanının qoludur. Xəritə sxemə əsasən savanna və seyrək meşələr təbii zonasında yerləşən əraziləri müəyyən edin deyirsə, Hindistanda görərsən, eyni zamanda Ardenin yarımadasında görəcəksən və Tanzaniya ərazisində görəcəksən. Doğru cavabımız olacaq 4, 5, 6 D variantı. Birdə dolu yarpaqlı meşə və kolluqlar özünü göstərir. Üçdə biz qarışıq meşə təbii zonasını görə bilərik. 2-də muson meşələri təbii zonasını görə bilərik. Axtardığımız cavab isə D variantıdır. Eyler-Venn diaqramını tamamlayan bəndidir, müəyyən edir. Xaçmaz və Şabran rayonları verilib. Hər ikisi yarım səhra və quru çöl iqlim tipində yerləşir. Dağ meşələri yoxdur. Qusar inzibati rayonu ilə həmsərhəd olan Xaçmazdır. Şabranın Qusar rayonu ilə qonşuluq mövqeyi yoxdur. Hər ikisində 4-cü dövr suxurları yayılmışdır. Hər ikisinin çayları birbaşa Xəzərə tökülür. Ərazisində Samur-Yalma Milli Parkı yerləşir fikri Xaçmaza aiddir. Doğru cevabımız 1, 4, 5 Y variantı olacaq. Verilmiş şəhərli şəhərlərə əsasən faydalı qazıntı yataqlarını müəyyən edin. 1. Təbii ki, alunitdir. Alunit bizdə harada var? Zəylikdə. Ona görə B variantı, D və Y variantları getdi. Birə mütləq zəylik olmalıdır. 2. Xromitdir. Qızılbulaq olmaq üçün Qızılbulaq bizim Ağdərə rayonunda olan qızıl yatağımızdır. Olacaq Göydərə, Kəlbəzərdə yerləşən xromit yatağımızdır. Bu isə dəmir filizinin işarəsidir. Dəmir filizi Daşkəsəndə Hamança yatağında mövcuddur. Doğru cavabımız C variantı olacaq. Hansı kartografik təsvirdə miqyas daha böyükdür? Əlbəttə ki, hamısı xəritə bir də Y variantında plan gördük. Plan daha böyük miqyaslı kartografik təsvir sayıldığı üçün sualımızın doğru cavabı Y variantı olacaq. Günəş hansı enlikdə zenitdə olarsa, şimal tropik xəttində günorta vaxtı şaqili bastırılmış direğin kölgəsi direğin öz uzunluğuna bərabər olar. Riyazidə yaxşı olan uşaqlar bilirlər ki, nə zaman katetlər bir-birinə bərabər olub, deməli 45 dərəcə olanda. Deməli, biz bilməliyik ki, şimal tropik xəttində günəş 45 dərəcə uzaq altında düşəndə cismin hündürlüyü ilə kölgənin uzunluğu bir-birinə bərabər olur. Bəs günəş harada zenitdə olarsa, şimal tropik xəttinə 45 dərəcə uzaq altında düşər. 90 minus deməli 23,5 plus x bərabərdir 45. 23,5 plus x bərabərdir yenə 45. X də buradan bərabərdir 21,5 cənab enliyim. Doğru cavabımız olacaq D variantı. Günəş 21,5 cənab enliyində zenitdə olanda 23,5 şimal enliyinə, yəni şimal tropik xəttinə 45 dərəcə uzaq altında düşər ki, bu zamanda deməli şimal tropik xəttində cismin hündürlüyü ilə onun kölgəsinin uzunluğu bir-birinə bərabər olar. Deməli, qotursu və donuz ütən mineral blokları hansı tektonik zonada yerləşir deyil, hər iki mineral blok Masallı rayonundadır və hər ikisi Qafqaz tektonik qalxmasında yerləşir. Doğru cavabımız B variantıdır. 1 kubmetre havada 18,5 gram su buxarı var və nisbi rütubətliyimiz 74%'dir. Doymuş halda deyəndə söhbət 100%'dən gelir. Doymuş halda bu havada nə qədər su buxarı ola bilər? Dedik ki, 18,5 gramımız bu havada 74%'lik rütubət yaradırsa, o zaman 100%'imiz nəyə bərabərdir? X də buradan bərabərdir. 18,5 100'ə vurub bölsək 74'də eləyəcək 25 gram. Sualın doğru cevabı A variantı olacaqdır. İsveçrənin Bosniya və Hersegovina'dan fərqləndirən xüsusiyyət. Ərazisində cavan dağlar mövcuddur. Bu hər ikisinə də aid fikirdir. Ona görə ki, deməli İsveçrə Alp dağlarında, Bosniya Hersegovina ərazisində isə Dinar dağlarını görə bilərik. Hansı ki, həm Alp dağları, həm Dinar dağları Alp, Himalay, geosinklan qurşağında yerləşən cavan dağlardır. Dünya okeanının birbaşa çıxışı yoxdur. İsveçrənin yoxdur. Amma deyəcək ki, Bosniya Hersegovina'nın çıxışı var.
Baxmayaraq ki, həmin o sahilyanı ərazi Xorvatların təsiri altındadır, nəzarəti altındadır. Amma buna baxmayaraq, deməli, elə Xorvatların nəzarəti altında da Bosniyalıların dünya okeanına çıxışı mövcuddur. Dunay çayı hövzəsinin müəyyən hissəsi ərazisində yerləşir. Bu hər ikisi də aiddir. Qarışdırma nəyi? Demir ha, bu da Dunay çayı ərazisindən keçir. Nə Bosniyanın, nə də İsveçrənin ərazisindən Dunay çayı keçmir. Amma və lakin, bilməlisən ki, həm İsveçrədən, həm də Bosniyadan başlayan bir neçə çay var ki, xırda çaylar. O çaylar gedir birbaşa və ya dolayı yolla Dunay çayına tökülür. Ona görə də İsveçrədə, Bosniya-Hersegovinada Dunay çayının hövzəsinə aid oluna bilir. Respublika idarəetmə forması malikdir ifadəsi hər ikisinə də aiddir. Çünki hər ikisinin idarə etmə mexanizmi respublikadır. Yalnız inkişaf etmiş ölkələrlə həmsərhəddir. Bosniya-Hersegovinanın qonşuluğunda inkişaf etmiş ölkə yoxdur. Amma İsveçrənin qonşuluğunda biz inkişaf etmiş ölkələr görürük. Əhalinin əksər hissəsi German və Roman dil qruplarına mənsubdur. Bu da fərqləndirən fikirdir. Niyə? Bosniya bilirsiniz ki, bunlar Slavyandılar. Hind-Avropa dil ailəsinin Slavyan dil qrupuna mənsubdular. Amma İsveçrədə 3 rəsmi dil var. Alman dili, Fransız dili və İtalyan dili. Hansı ki, Fransız və İtalyan dillər Romana, Alman dili isə German dil qrupuna aiddir. Ona görə sualın doğru cavabı 2, 5, 6 olacaq A variantı. Mənsəbin mütləq hündürlüyü 65 metr olan A çayının mənbəyi dəniz səviyyəsindən 1565 metr hündürlükdədir. Bu çayın uzunluğu 200 km olarsa onun meyillini hesablayın. Meyilliyimiz bərabərdir çayın düşməsi bölək çayın uzunluğuna. Düşmə nədir? Mənbə ilə mənsəb arasındakı hündürlük fərqi. Bunun mənbəyi nə qədərdir? 1565. Çıxaq mənsəbin hündürlüyü 65'i bölək uzunluğu 200'e. Bu eləcək 1500 bölünsün 200. O da bərabərdir 7,5 metr bölək kilometr. Gördüğünüz kimi burada meyillik birdən böyük oldu. Yadında saxlamalısan ki, meyillik birdən böyükdürsə bu dağ sayılır. Meyillik birdən kiçikdirsə bu düzənlik sayılır. Düzdür, bizdən o soruşulmur, amma qəbul imtahanında bu tip sual verib daha sonrasında bu çaya aid olan xüsusiyyətləri seçin deyə bilər. Bu zaman bu dediyim məlumat sizin köməyinizə çatacaqdır. Sualımızın doğru cavabı C variantı. Həkəri çayının mənsəbini yerləşdiyi inzibati rayon deyirsə, söhbət Zəngilan rayonundan gedir və Zəngilan rayonunun aid xüsusiyyətləri istəyir. İki xarici ölkə ilə həmsərhəddir. Bəli, bilməlisiniz ki, Zəngilan həm Ermənistan, həm də İranla qonşuluq mövqeyi var. Soyuq iqlim tipi Zəngilanla yoxdur. Zəngilan ərazisində biz qışı mülayim keçən yarım səhra quru çöl və qışı quraq keçən mülayim isti iqlim yarım tiplərini görəcəyik. Qara metallurgiya üçün xam malı yoxdur, amma əlvan metallurgiya üçün xam malı var. Ərazisində vecləri qızıl yatağı var. Qızıl əlvan metallurgiyaya aiddir. Qara metallurgiya ilə bağlı Zəngilan ərazisində xam mal yoxdur. Ərazisində qoruq var. Bəsit çay qoruğu, Şərq çinarı qorunur. Hava limanı mövcuddur. Sonuncu fəaliyyətdə başlamış hava limanlarından biri də Zəngilanda yerləşir. Qarabağ İqtisadi rayonuna yox, Şərqi Zəngəzur İqtisadi rayonuna aiddir. Sualın doğru cavabı 1, 4, 5 olacaqdır. Xəritə sxemdə A, B, C və D ölkələri üçün ümumi əlamətlər istəyir. Bir haradır? İslandiya, Norveç, İsveç, Finlandiya və sərgəs oldu. Üzrü sayın. Şimal Avropa regionunda yerləşir. 4'ü də Şimal Avropa regionuna aiddir. Əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsində mənsubdur ifadəsi ilə razılaşmır. Niyə? İsland dili, Norveç və İsveç dilləri Hind-Avropa dil ailəsinin German dil qrupuna aid olsa da, Fin dili Ural dil ailəsinin Fin-Ugor dil qrupuna aiddir. Ona görə bu fikir uyğun gəlməyəcək. Unitar inzibati ərazi quruluşuna malikdir 4'ü də. Demografik keçidin 4-cü mərhələsindədirlər. Bəli, bunların təbii artımı azdır. Ona görə bunlarda demografik keçidin 4-cü mərhələsidir. Meşə sənayesinin üstün inkişafı ilə fərqlənən ifadəsi razı ola bilmərik. Niyə? Norveç, İsveç, Finlandiyada meşə sənayesi var. Çünki ərazilərində tayqa təbii zonası var. Amma İslandiya yerləşir subarktik iqlim qurşağında təbii zona olaraq tundra
və meşə tundrada. Ona görə biz İslandiyada meşə sənayesini görmürük. Elektrik enerji istehsalında GEOS'lərin rolu böyükdür. GEOS harda olur? Geyzeri olan, termal sular olan ölkələrdə. Yəni fəaliyyətdə olan vulkanlar varsa, o ölkədə geyzer də var. Biz də bilirik ki, bu anlayış İslandiyaya məxsusdur. Norveç, İsveç, Finlandiya ərazisində birmənalı şəkildə GEOS görmürük. Ərazilərin qədim qırışıqlıq vilayətində yerləşdiyinə görə. Doğru cavabımız 1, 3, 4 olacaqdır. Sonra 85. Tərkibində muxtar respublika mövcud olduğu müstəqil türk dövlətləri deyirsə, söhbət bir Azərbaycandan, bir də Özbekistandan gelir. Azərbaycanda Naxçıvan Muxtar Respublikası, Özbekistanda isə Qara Qalpak Muxtar Respublikası. Sonra Quba İnzibati rayonunun sahəsi verilib 2.6 min kvadrat, əhalisi verilib 170.3 min nəfər, sıxlıq istəyir. Sıxlığımız nəyə bərabərdir? Əhalinin sayı bölünsün əraziyə. Buradan da biz təbii ki, deməli 170.3 min nəfəri böləcəyik 2.6 min kvadrat kilometrə. Burada minlər iqtisad getdik, qaldı nə? 170.3'ü böləcəyik 2.6'ya və biz buradan alacağıq 65.5 nəfər alacağıq hər kvadrat kilometrə görə. Əgər 65.5 yazmışsınızsa, doğru yazmışsınız. Növbəti sualımız uyğunluğu deyir, müəyyən edin. Köçürmə kapitalizm ölkələri, inkişaf etmiş ölkələr qrupuna yeni daxil olan ölkə və sosialist ölkə. Bilməlisiniz ki, burada köçürmə kapitalizm olan bir də Yeni Zelandiyadır. İnkişaf etmiş ölkələr qrupuna yeni daxil olanlar Kipr və Singapurdur. Sosialist olan isə Vietnam və Laos olacaqdır. 1'ə C, 2'ə A və Y, 3'ə B və D olacaqdır. Gəldik situasiyaya. Deyir, A və B adaları 3 yarım ülkədə yerləşir. A adası bir ölkəyə, B adası isə 3 ölkəyə aiddir. Bu 3 ölkədən biri A adasının aid olduğu ölkədir. Gözəl. Bu ölkələr öz aralarında həm idarə etmə formasına, həm də inzibati ərazi quruluşuna görə bir-biri ilə oxşar və fərqli xüsusiyyətlərə malikdirlər. A adasının sahillerini B'den fərqli olaraq 2 okyanuslar yuyur. Adalarının hər ikisi başlıca olaraq deməli əsas iqlim quşağında yerləşir. Burada biz deyirik ki, söhbət gedir. Deməli A adası Sumatra adasıdır. Sumatra. B adası ise Kalimantan adasıdır. Kalimantan adasının digər adı Borneo'dur. Deməli, Sumatra adası və Kalimantan adası ekvator xətti kəsdiyi üçün şimalda, cənubda və şərqdə yerləşirlər. Sumatranın sahillərini Sakit Okean və Hind Okeanı, Kalimantanın sahillərini isə sadəcə Sakit Okeanın suları yuyur. Sumatra sadəcə Indoneziya məxsusdur. Kalimantan isə 3 ölkəyə, Brunei Sultanlığı, Malayziya və Indoneziyaya. Deməli, bura olacaq Sakit və Hind. Bura olacaq sadəcə Sakit Okean. B adasında yerləşən ölkələrin onların idarəetmə formasına və inzibati ərazi quruluşuna malik olması cədvəlini yazın. Deməli, oldu Brunei Sultanlığı, oldu Malayziya və oldu Indoneziya. Indoneziya təbii ki, respublikadır və unitardır. Malayziya konstitusiya monarxiyadır və federativdir. Brunei dedik ki, mütləq monarxiyadır və unitardır. A və B adalarının 3 yarım ülkədə yerləşmə səbəbi. Dedik ki, yerləşmə səbəbi nə oldu? Ekvator kəsir. Ekvator xətti kəsir. Ona görə onların hansı işğalma quşağında? İşğalma quşağı dedik ki, ikisi də tropik işğalma quşağında yerləşir və əsas iqlim quşağında yerləşməsində dedik ki, biz burada ekvatorial əsas iqlim quşağını görürük. Əgər siz də situasiyada cavabları bu formada yazmışsınızsa doğru yazmışsınız. Deməli, 30 sual izahını sizlərə vermiş oldum. Biraz sürətli danışdım, üzrü sayın buna görə. İnşallah ki, hər bir izah sizlər üçün tam olaraq aydın olmuşdur. Qarşıdan gələn imtihanda hər birinizə uğurlar arzu edirəm. Bu videonu dostlarınızla paylaşın ki, onlar da yararlansınlar. Və çalışın, son bir həftəni maksimum dərəcədə güclü təkrar edin və çoxlu sınaqlar işləyin ki, effektiv nəticə əldə edə biləsiniz. Kanalımızda kifayət qədər sınaq izahı var, baxaraq yararlana bilərsiniz. Uğurlar.